Hər kəsə salam. Bugün sizə qeyri-adi şokoladlı paxlava resepti təqdim edirəm. Xəmir üçün 1 stəkan südə 1 çay qaşığı şəkər tozu və yarım çay qaşığı maya əlavə edib qarışdırıram. Aktivləşməsi üçün kənara qoyuram. Bu müddətdə 6 stəkan ələnmiş unu qaba tökürəm. Üzərinə 3 dolu yemək qaşığı kakaonu ələkdən keçirərək əlavə edirəm. Ardınca 1 paket vanil və yarım çay qaşığı duz qatıb qarışdırıram. Bu mərhələdə qarışdırmaq vacibdir. Çünki un havalanır, xəmir daha yumşaq və gözəl alınır. 150 qram kərə yağını əridirəm. Maya aktivləşdikdən sonra üzərinə 1 yumurta, 2 yumurtanın sarısı, 200 qram xama və ilıq halda olan kərə yağını əlavə edib qarışdırıram. Unun ortasını açıram. Mayalı qarışımı əlavə edib qarışdırıram. Xəmir bərkiyəndə yoğurmağa başlayıram. Ələ yapışmayan elastik bir xəmir alınır. Üzərinə streçlə örtüb 30 dəqiqə gözləməyə qoyuram. Bu müddətdə içliyi hazırlayıram. İçlik üçün 600 qram fındıq ləpəsini, 400 qram şəkər tozu, 200 qram kakos və 200 qram damla şokolad əlavə edib qarışdırıram. Ardınca şərbət üçün qazana 2 stəkan şəkər tozu və 1 stəkan su əlavə edib qarışdırıram. Ocağa qoyub şəkər tam əriyənə qədər qarışdırıram. Qaynamağa başlayanda limon suyu əlavə edib 1-2 dəqiqə daha qaynadıram. Sonra ocaqdan götürürəm. Paxlavanın parlaq olması üçün şərbətin ilk istisi çıxdıqda 1 yemək qaşığı bal əlavə edib həll olana qədər qarışdırıram. Xəmir hazırdır. Xəmirdən 2 böyük, 9 balaca kündə ayırıram. Alt qatı 250 qram, üst qatı isə 350 qram edirəm. Digər kündələri isə 100 qramlıq hissələrə bölürəm. Əgər qabınız balacadırsa, kündələrin çəkisini azalda və sayını çoxalda bilərsiniz. Tepsini kərə yağı ilə yağlayıb kənara qoyuram. Alt kündələri yayaraq tepsiyə yerləşdirirəm. Artıq hissələri kəsirəm və üzərinə kərə yağı çəkirəm. Eyni qayda ilə ikinci qatı yerləşdirirəm. Yenə yağ çəkib içlikdən səpirəm. Bu qayda ilə qatları yığıram. Sonuncu kündənin üzərinə içlik səpmirəm. Çəngəllə deşiklər açıb kərə yağı çəkirəm. Və üst qatı da yerləşdirib üzərini hamarlayıb 20 dəqiqəlik soyuducuya qoyuram ki, xəmir özünü tutsun və kəsmək asan olsun. Əvvəlcə xətkeşlə paxlavanın izlərini qoyuram. Sonra bıçaqla kəsirim. Bıçağı dik tutmağa çalışıram ki, alt qatlar qırışmasın. Əvvəlcədən 150 dərəcədə isidilmiş sobaya yerləşdirirəm. 30 dəqiqə bişirdikdən sonra sobadan çıxarıb bıçağı qalan kərə yağına batırıb aralarını kəsirəm. Qalan yağı da üzərinə çəkib sobaya qoyuram və 45 dəqiqə daha bişirirəm. Bişməsinə 5 dəqiqə qalmış fındıq və badamları 2 yerə bölürəm. Yumurta ağına batırıb paxlavanın üzərinə düzürəm. 3-4 dəqiqə daha bişirirəm. Belə edəndə fındıq və badamın rəngi qızarmır. Paxlava artıq hazırdır. Sobadan çıxarıb otaq temperaturunda olan şərbəti üzərinə əlavə edirəm. Şərbəti çəkdikdən sonra üzərinə boş qalan hissələrə kakos səpirəm və servis edirəm. Və budur. Qoxusu evi bürüyən, çox ləzzətli paxlava hazırdır. Siz də bu reseptə bir şans verin. Məncə peşman olmazsınız. Hazırlayan hər kəsə nuş olsun. Videonu bəyəndinizsə like edib yaxınlarınızla paylaşmağı unutmayın. Hələlik.